Səni çox vurub yatay nənə, səni çox vurub yatay nənə, sənə qurbanam yaralan nənə, sənə qurbanam yaralan nənə. Səni çox vurub yatay nənə, səni çox vurub yatay nənə, sənə qurbanam yaralan nənə, sənə qurbanam yaralan nənə. Ucaldı tüssü gönlərə, ucaldı tüssü gönlərə, töküldü qan Mədinədə, töküldü qan Mədinədə. Deyirlər oldu mixədə, bəlayıcan Mədinədə. Abbas özünü bu yerdə Əlqəmə çayına yetirdi. Deyilənlərə görə Abbas Əlqəməyə çatarkən bərk susuz olsa da amma su içmədi. Bu gecə də amannamə gətirmişdilər Əbəlfəz ağaya. Gördülər Şimrin səsi gəlir. Şimrin ana tərəfdən deyirlər qohumluğu vardı Əbəlfəz ağaya. Bacım oğlanları deyirdi onlara. Əbəlfəz çağırır bir-bir, qardaşlarını özünü çağırır. Əbəlfəz ağa elə bil eşitmir Şimrin səsini. İmam Hüseyin dedi, qardaş get gör nə deyir. Gəldi dedi, sənə amannamə gətirmişəm. İbn-i Ziyad amannamə verib, getsən sən amandasan. Baxdı dedi, təbbət yədak ya Şimr, əlin qurusun Şimr. Lə'nəkəllah və lə'nə ma ci'tə bihi min əmanikə haza. Allah sənə də lənət eləsin, sənə bu amannamə yazana da lənət eləsin. Ey sərvər salar hərəm xanə Əbəlfəz, imdad elədin məktəb-i Qur'anə Əbəlfəz. Ətə'muruna ən nətruk əxanəl Hüseyin ibn Fatimə. Deyirsən qardaşımız Fatimə balası, Zəhra balası Hüseyni tərk eləyək. Deyirsən ki, Hüseyni tərk eləyək, lənət olunmuşların tərəfinə keçək. Lənətə gəlmişlər və lənətə gəlmişlərin oğullarının tərəfinə keçək. Dedi, ey piri mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdə-i qəflət gözüvi. Deyilən müştəri bu sözlərə, qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət amannamə yazan valiyədə. Dedim, mənə amannamə gətirmirsən, cırdı, atdı, qayıtdı, gəldi xeyməsinə. Birdən gördü Əli Əkbər dayanıb xeymə yanında, başını salıb aşağı. Əbəlfəz çıxdı, dedi, canım sənə fəda olsun, niyə belə dayanmısan? Dedi, əmi atam çağırır səni xeyməsinə. Gəldi, başı aşağı salıb, həyəcanlı halda gəldi Hüseynin xeyməsinə. Üzbəöz dayandılar, ayla gün üzbəöz dayandılar. Hüseyin baxdı, dedi, heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Dedi, getmək istəyirsən, get. Amannamə veriblər, getmək istəyirsən, get. Deyir, Əbəlfəz heç nə demədi, başını saldı aşağı. Çıxdı Hüseynin xeyməsindən, bilirsiniz hara getdi? Getdi Zeynəbin xeyməsinə. Əbəlfəz də çətin məqamda bacısı Zeynəbə pənah aparır. Ay dərdi olanlar, ay hacəti olanlar, nə dərdi öz var bu gecə deyin xanım Zeynəbə.
Girdi Zeynəbin xeyməsinə, sərbəsər murəclərimdə Murtəzanın qanı var. Bacı, qanız eşqüz ilə qətrə-qətrə qanımın cəryanı var. Bacı, dərdiməndəm dərgahızda dərdimin dərmanı var. Dur bir himayə eylə, ağam qovmasın məni. Bacı Hüseyin nə danışır, ağam nə danışır? Dur himayə elə, ağam qovlamasın məni. Zeynəb başın saldı aşağı, yəni Hüseyin deyən yerdə mən nə deyim? Bir onda gördülər Əbəlfəz çıxdı Zeynəbin xeyməsindən. Qızlar dayanıb əl-ələ tutub baxırlar. Baxdılar, gördülər başından döyüş papağını çəkdi qoydu yerə. Belindən qılıncın açdı qoydu yerə. Ayaq yalın, baş açıq qızların arasından keçdi. Birdən söndü İmam Hüseynə baxdı, dedi Hüseyin elə bilmə başqa qapıya gedirəm. Gedirəm Nəcəfə atam Əlinin qapısına. Gedirəm atama deyəm ağam qovladı məni. Onda qızların ağlamaq səsi uzaldı. Rüqəyyə gəldi qabağa, qoyun əmimdən özüm danışım. Məndən keçməz, qoyun özüm danışım əmimlə. Gəldi dolandı Əbəlfəzlin başına. Əmi hara gedirsən? Getməyin olsa da fikr et mənə ondan sonra get. Bağla qollarımı ver düşmənə ondan sonra get. Dedi qızım hara gedirəm, haram var hara gedim. Belə danışma, qeyrətim məni öldürür. Aşura günü demirəm nə oldu. Gəlib sağollaşmadı qızlarla. Qorxurdu Səkinə dözməyə, Rüqəyyə dözməyə. Onu o qədər çox istəyirdilər uşaqlar. Vidalaşmaqdan qaçırdı. Gəldi tez su qablarını götürdü, dedi balalar gedirəm su gətirməyə. Demirəm nə oldu. Demirəm nə oldu. Day mənim də taqətim yoxdur bu sözləri danışmağa. Sizin də yəqin taqətiniz yoxdur. İmam Zaman ağanı da narahat eləməyək. Amma uca yerdən yıxılan vaxt birini görsəz əgər, uca yerdən yıxılan vaxt birini görsəz əgər, qoyar əvvəldə bu məlum idi qolları yerə. Görmüsünüz bir adam uca yerdən yıxılanda neynir? Qolun verir qabağa. Olmadı qolları, yıxılan vaxtı da versin qabağa. Üzü üstə gəldi yerə. Bilmirəm nə oldu, yanıqlı dildə qardaş səslədi. Yaderəm bir yol 34 ildə qardaş səslədi. 34 ildə birinci dəfə Hüseynə qardaş dedi. Hüseyin dedi, Zeynəb bu kimin səsidir? Özü başa düşdü. Dedi qardaş, qardaşım Əbəlfəzlin səsidir. Onda əlin qoydu belinin üstünə, əl-anin kəsərə zəhri. Əbəlfəz belimi sındırdı. Əbəlfəz şəhid olandan sonra düşmən cürət tapdı xeymələrə tərəf gələ. Ondan sonra cürət tapdı. مرتبه و عشقی دوالا سنه غفص Uyyetti güzelme sabetara sana benfes Dünyada nazar kerdi zehra sana benfes شایسته سمن حق چی به عنوان اول فصل